işləyər. Salam əziz şagirdlər və müdavimlər, hər vaxtınız xeyir olsun. Bugün biz nəzərə 2-ni keçirik, yəni nəzərə 1-in davamıdır və nəzərə 2-də lirik növü sizdən təfərrüatları ilə öyrənəcəyik. Ümid edirəm ki, sizə faydalı olacaq. Deməli, lirik növdən başlayaq. Bizdə elə ədəbiyyatımızda 3 dənə növ var. Elə növ sözüdə 3 dənə hərfimiz var, ya da saxla ki, 3 dənə növümüz var. Növ ümumiyyətlə nə deməkdir? Növ bir əsərin yazılma formasıdır. Məsələn, 3 dənə növlərimiz hansılardır? Lirik növ, epik növ və dramatik növ. Lirik növdə əsərlərimiz elə əsərlər olur ki, sən həmin əsərlərdə yalnız emosiyaları ifadə edirsən. Hər hansı bir şey haqqında nağılvari danışmırsan, hekayət forması danışmırsan. Məsələn, çöldə gedirsən, görürsən ki, gözəl bir çəməndir, ağaclar var. Sənin hisslərin coşa gəlir, başlayırsan ona bir şeir deməyə. O dediyin şeir artıq emosional olduğu üçün emosiyaların ifadəsindən biz lirik növ deyir. Yəni o yazdığın şeir olacaq lirik növdə. Epik növ nağılvari əsərlərin yazıldığı növdür. Məsələn, hər hansı bir şey haqqında mən bir nağılvari bir əsər yazsam, məsələn, hekayə olsun, roman olsun, povest olsun, bu olacaq bizdə epik növdə. Dramatik növ isə ümumiyyətlə səhnədə qoyulan əsərlərdir. Düzdür, burada da bir nağılvarilik məzmunu ümumiyyətlə var, amma səhnə əsəri olduğu üçün biz demirik onu. Yəni, dramatik növdə göstərmə əsaslıdır. Deməli, hər növün də, yəni bu növlərdə yazılan hər bir əsərdə janrlara bölünür. Yəni, hər növün öz janrı var. Elə bu gün də lirik növdə hansı janrlar var, o məsələlərə baxacağıq. Amma ondan qabaq gəlin bir lirik növ xüsusiyyətlərini sizə deyim. Yadda saxlayaq ki, lirik əsərlər daha çox tərənnümlə bağlıdır. Tərənnüm bir şeyin müsbət tərəfini önə çəkmədir. Yəni, hissləri müsbət yönümlü əgər sən əsərdə əks etdirirsənsə, tərənnümdür. Biz də bilirik ki, şeirlərin çoxunda təbii ki, müsbət yönümlü şeirlər var da. Həmən bir şeir yazıramsa, orada kimsə tənqid edirəmsə, orada bir acı, ağrı varsa, orada lirik növ olsa da tərənnüm yoxdur. Amma yerdə qalan müsbət yönümlü, müsbət emosiyaların ifadəsinə deyəcək ki, bu lirik əsərdə tərənnüm də öz əksini tapmışdır. Deməli, lirik növdə daha sonra obyektdə subyektiv münasibət öz əksini göstərir. Məsələn, mən bir ağaca baxıb onun üçün şeir yazıramsa, ağac mənim obyektimdir, subyekt də mən olduğum üçün, o hisslər də mənə məxsus olduğum üçün öz subyektiv münasibətimi obyektdə sərgiləyirəm. Daha sonra lirik əsərlərdə nədənsə danışılmır, nağılvari nəyinsə haqqında danışmırsan. Bu əsərdə sadəcə hissləri ön plana çəkirsən. Yəni, hissləri və emosiyaları ön planda sən şeir formasında səsləndirirsən. Lirik əsərlərin, lirik şeirlərin surəti onun müəllifi olur. Məsələn, Füzuli bir dənə tutaq ki, qəzəl yazılır, məhəbbət mövzusunda bir qəzəldir. Biz desək ki, məsələn, bu qəzəlin əsas surəti kimdir? Deyəcək Füzulinin özüdür. Çünki qəzəldə öz hisslərini, emosiyalarını təqdim edir. Və həmin müəllifə lirik qəhrəman deyilir. Yəni, belə çıxır ki, əsərin lirik qəhrəmanı əksər hallarda müəllifin özü olur. Deməli, bəzən də elə əsərlər var ki, onun lirik qəhrəmanı olmaya da bilər. Lirik qəhrəmanla bizdə ümumiləşmiş obraz hesab olunur. Yəni, bu lirik növlə bağlı bu şeyləri əzbərin. Çünki testlərin əsas mövzuları lirik növlə bağlı düşən suallarda burada yazdığım şeylərdən istifadə olunur. İndi gələk nəyə? Lirik əsərlər mövzu baxımından 3 yerə bölünür. Bir var, məhəbbət lirikasında yazılan lirik əsərlər. Yəni, burada daha çox sevgi məhəbbətdən danışacağıq. Aşk acısı, meşq acısından danışacağıq. İctimai-siyasi lirikada isə biz danışacağıq ictimai proseslərdən, dövlət-insan münasibətlərindən. Təbiət peyzaj lirikasında isə daha çox təbiətdəki təsvirlərdən, təbiətdəki fəsillər dəyişən təbiətdə hansı hadisələr baş verirsə, ondan danışanda deyəcək ki, bu təbiət mövzusu yazılmış bir əsərdir. İndi lirik növün janrlarına gələndə isə yadda saxlayaq ki, lirik növün janrları biraz çoxdur və bu janrlar 2 yerə bölünür. Yəni, məsələn, bir var milli janrlarımız, yəni bizim öz yaratdığımız doğma janrlarımız var. Bir də var alınma, klassik janrlarımız ki, biz onu şərq ədəbiyyatından almışıq və işlədirik. Hər bir janrında, məsələn, millinin də öz janr qrupu var, alınmanın da öz janr qrupu var. Gəlin görək, milli janrlarımız hansılardır? Milli janrlarımız heca vəznində yazılan janrlardır. Özümüzün olduğu üçün heca vəznində axı öz vəznimizdir. Nəzəriyyə 1-də izah eləmişdik. Hansılardır? Təməl başda duran milli janrımız qoşmadır. Qoşma janrında yazılan şeirlərdə həmin şeirlərin hər misrasında 11 heca olur. Birazdan praktik örnək göstərəcəyik. Sonra qafiyə quruluşu A, B, S, B, Y, 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 B, D, 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 B formasında olur. İndi deyəcəksiniz ki, müəllim, bu nə deməkdir? Gəlin sizə mən praktik göstərim. Bu sxem biz necə çıxarırıq? Məsələn, bir şeir sizə göstərirəm burada. Baxın, bu qoşmadır. Niyə qoşmadır? İzah edir şeirin üzərində.
Çünki birincisi hər misra 11 hecadır. Məsələn, boyun sürah edir bədənin büllurda 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə sait var. 11 sait olanda biz 11 heca deyirik. Bilirik ki, axı, məsələn, hər heca 1 saitdən ibarət olur. Əgər görsən ki, say 11-dir misralarda, bir çox qoşmadır. İndi sizdən bir dənə misra 12 ola bilər, ondan işimiz yoxdur. Amma əksər misraların bu heca sayı 11 olur. Qafiyə quruluşu nə deməkdir? Məsələn, mən bayaq niyə yazdım ki, A, B, C, B, məsələn, sonra Y, B. Bu nə deməkdir? Yadda saxlayaq ki, məsələn, hər bir şeirə başlayanda, ümumiyyətlə, mən onu hərflə çıxarmaq istəyirəmsə, qafiyə formasını, həmişə birinci misranı A hərfi ilə götürürük. Sonra, məsələn, burada sona söz büllurdur da. Büllurla uyğunlaşan başqa qafiyə olsa, həmin qafiyədə A deyəcəm. Məsələn, boyun sürah edir bədənin büllur, gərdənin çəkilmiş minadan pəri. Sən ha bir sonasan, cüda düşübsən, bir bölük yaşılbaş sonadan pəri. Baxın, burada qafiyələnmiş sözlərimiz hansılardır? Minadanla sonadan sözü. İndi burada ona görə biri A götürdümsə, minadan avtomatik ikinci hərfə uyğun B götürmüşəm. Yəni, əlifba sırası ilə gəldirəm onsuz da. B götürmüşəm. Bu B-yə uyğun olan qafiyə sistemi bir də var 4-cü misrada. O zaman buna da mən B deyəcəm. Harda, yəni görsən ki, bununla qafiyələnmə var, avtomatik eyni hərflə adlandırmalısan. Məsələn, biz 3-cü misraya niyə A yox C dedik? Çünki A-da büllur sözü var, burada düşübsən sözü var. Bunlar da qafiyələnmir deyə ardıcılığını əlifbanın başqa hərflərindən istifadə etmək zorunda qalırsan. Belə deyək, bu oldu A, tamamilə fərqli bir qafiyədir. Bu oldu B, bu A-dan fərqli olduğu üçün B oldu. Yoxsa belə deyək, məsələn, bununla bu da qafiyələnsəydi, sən buna da A deməliydin ikinci misraya. Amma fərqli olduğu üçün B dedim. Sonra sən ha bir sonasan, cüda düşübsən, tam fərqli bir sistemdir. Ona görə ona dedim C. Bir bölük yaşılbaş sonadan pəri misrasındaysa, minadan və sonadan qafiyələndiyi üçün B-ni burada yazdım, oldu B. Yəni, bu hərflər qafiyələnmə tərzini göstərir. Gəl ikinci misraya bax. İxtilatın şirin sözü məzəli sözü. Şəkər gülüşündən canlılar təzəli sözü. Ellər yaraşığı, ölkə gözəli sözü. Burada məzəli, gözəli eyni qafiyə sistemidir. Amma mən bura E hərfini qoyuram. Əlifba sırasında atıram da, istənilən bir hərfi atıram, ardıcı olanı E hərfini yazıram bura. Niyə bura A və C və yaxud da B yazmadı? Çünki məzəli, gözəli sözü bunların heç birindən qafiyələnmir deyə eyni hərfləri yazılmır. Fərqli hərflə çıxış edirəm. E hərfi ilə üçündə yazdım, çünki üçü də qafiyələnir. Nə gözəl doğubsan anadan pəri hissəsində isə, anadan sözü nə ilə qafiyələnir? Təbii ki, minadan və sonadan sözü ilə. Ona görə qafiyələndiyi üçün də bunlara B deyirdimsə, bu da olacaq B. Və bu səbəbdən də qafiyə sistemi belə yazıram bura. A, B, C, B, Y, B bu formada ekran küçüdür bizdən. Y, B bu formada da özüm üçün qafiyələyirəm. Məsələn, 3-cü misrasına baxırıq. Tel nazik, bel nazik, dil nazik, hənadan pəri. Tel, bel, dil tamamilə fərqli qafiyədir. Nazi təkrarlanan sözü fikir vermirsən ona, əsas qafiyə sisteminə fikir verirsən. Bu da heç biri ilə qafiyə olmaq üçün D hərfini qoydum bura. Bura F də qoya bilərsən, Y də qoya bilərsən. Mən D qoydum bura. Hənadan sözü isə anadan və digərlərindən qafiyələndirsin, yəni B hərfini qoydum bura. 3 olacaq D, B formasında. Sənə testdə bu nümunəni versə, desə ki, hansı janrın qafiyə quruluşudur, deyəcəksən ki, qoşmanın qafiyə quruluşudur bu. Çünki bu sistem qoşmada var. Və sən bu şeiri, məsələn, açıb sənə testdə verib ki, hansı janra aid nümunədir. Sən də bilirsən, əgər 11 hezacə hər misra, qafiyə quruluşu belədirsə, bu birinci misranın qafiyə quruluşudur. Bu da birinci bəndi, bu da digər bəndlərin. Qafiyə quruluşu belədirsə, deyəcəksən ki, bu qoşmadır. Yəni, biz janrı belə tapırıq, belə müəyyənləşdiririk. İndi isə davam ilə qoşma dil izahına. Son bəndə qoşmada adətən müəllifin adı göstərilir. Müəllifin adı göstərilirsə, biz həmin bəndə möhrbənd deyirik. Məsələn, bu şeirin sonuncu bəndi belədir. Günəş təki hər çıxanda səhərdən, alırsan Vaqifin əqlini sərdən. Duasına salma məni nəzərdən, əksik olmayasın sənadan pəri. Baxın, Vaqifin adı işlənir. Ümumiyyətlə, şeirlərin 90%-də sonda müəllifin adı işlənir. Ki, şeirin kimə məxsus olduğunu sonraki nəsillər və eyni zamanda həmin dövrdə yaşayan insanlar bilsinlər. Bu qoşmanın son bəndinə biz möhrbənd deyəcəyik, bunu yadda saxlayaq. Qoşma daha çox məhəbbət mövzusu ilə bağlı olur və qoşmada adətən 3, 5 və 7 bənddən ibarət olur qoşmaların həcmi. Belə yadda saxlayaq bunu. İncə qoşmanın növlərinə gələk. Deməli, qoşmanın bir məzmunca növləri var, bir də formaca növü var. Məzmunca nədir? Məzmun forma nə deməkdir? Məzmunca yəni mənaca növləri. Biri ustadnamədir.
Ustadnamə formasına yazılan qoşmalarda müəllif həmin qoşmanı nəsihətamiz formada verir. Yəni bir ağsaqqal nəsihəti o şeirdə öz əksini tapır. Yəni sənə tövsiyə verilir orada və adətən də bizim məhəbbət dastanlarımız 3 ustadnamə ilə başlayır. Yəni 3 dənə dalbadal ustadnamə verilir, sonra bir məhəbbət dastanına giriş edilir. Sonra ikinci məzmunca növü qıfılbənddir. Qıfılbəndə aşıqlar arası deyişmədə deyilir qıfılbəndə. Tapmacaya bənzəyir. Bir aşıq digər aşıqa tapmaca formasında bir şeir deyir, bir qoşma deyir. O da bunun cavabını ona qaytarır. Müasir dilimizdə meyxana biraz yaxındır buna. Və daha çox dini baxışlarla və təbiət hadisələrlə bağlı olur qıfılbəndlər. Yəni burada dini mövzulardan suallar verilə bilər, təbiət hadisələrindən suallar verilə bilər digər aşığa, o da buna cavab verə bilər. Yəni ona görə də yadda saxlayın. Qıfılbəndə məzmunca növdür, mənası da belədir. Bir də vücudnamə var, qoşmanın məzmunca növüdür. İnsan həyata vücudnamədə, yəni həmin şeirdə 5 yaşından ömrünün sonunadək təsvir olunur. Yəni normal şeirdir, insan həyatı mərhələli şəkildə şeirdə əks olunur. Gözəlləmə isə bir qoşmada hansı bir gözəlliyin təsviridir. Yəni bir gözəl tərifi, məsələn, Vaqifin Pəri qoşması, Pəri adı bir, məsələn, gördüyü bir gözələ Pəridir müəllif, orada onu gözəlləmə kimi təsvir edir. Bu qoşmanın məzmunca növləridir, yəni mənaca növləridir. Bir də qoşmanın formaca növü var. Niyə formaca? Yəni burada artıq mənaya girişmirik. Görüntü olaraq elə bir görünüşdə formadadır ki, şeir, biz deyirik ki, formaca növüdür. Və qoşmanın formaca növü də təznisdir. Təznis nə deməkdir? Təznisdə, yəni təznisli qoşmalarda yadda saxlayaq ki, qafiyə sistemi eyni sözlərdən ibarət olur. Amma o sözü fərqli yazmaqla, fərqli intonasiyanı deməklə biz həmin sözdə təznis əməli, cinas qafiyə əmələ gətiririk. Məsələn, dərya elmin vermək olmaz ay ada, təbib olan çağır gəlsin aya da. Göz görməsə ağıl salmaz aya da, gəl görməyə 3 il, 5 il, 15 il. Burada dərya olmalıdır. Hə, indi yadda saxlayaq. Bax, ay ada, aya da, ay yada. Bunların hamısı eyni hərflərdir, amma ayrı yazmaqla, intonasiya müxtəlifliyinə fərqli mənalar əldə edirəm. Belə bir şey gördünsə, misranın da sayı 11 dənə heca oldusa, 11 saytın oldusa, buna sən deyəcəksən təznis. Yəni bu təznis növüdür. Qafiyədən tutacaqsan sən bunu. Təznisin də müxtəlif formaları var. Məsələn, cığalı təznis var bizdə. Cığalı təznis nə deməkdir? Cığalı təznisdə normal bir şeir gəlir, bu şeir gəlir. Ortasına mən bir cığa bəndi əlavə edirəm. Yəni 2 misra yuxarıda qalır, 2 aşağıda qalır. Ortaya 4 misralıq bir cığa bənd əlavə edirəm. Deməli, misralar sayına baxıb 1, 2, 3, 4, 5, 6, 7. Yəni, bayatı əlavə edirəm ortaya. Məsələn, mərifət lazımdır ata-anadan, gərək ki, dərk etsin hər ağlı nadan. Aşıq deyər nə danə, sirri vermə nadanə. Axtardım, nə gül tapdım, viran bağda nə danə. Burada nə danə, nadanə və nə danə hissələri eyni formada da fərqli mənalar verirsin. Təznis növüdür, ortaya salmışım. Bu olur cığalı təznis. Bizdə bir də var, ayaqlı təznis. Ayaqlı təcrisdə isə normal şeirimi verirəm. Bir dənə də sonda, bir dənə belə bir qısa bir dənə misra əlavə edirəm. Misranın sayına fikir verib 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5. Yəni 5 dənə saitli, yəni 5 hecalı bir misra gəlir bura. Məsələn, bir xoş günə əvəz min aya billəm, çəkilib qamətim min aya billəm. Pirimdən dərs aldım min aya billəm. Bu bir sözü mən min söz deyəm, dəsbədəs, dur yerində pəs. Yəni təznis nümunəsini verirəm, sonra da yerinə qısa bir dənə misra da əlavə edirəm, ayaq kimi də, yəni sona əlavə olunur. Olur sənin üçün ayaqlı təznis. Yəni sən burada sadəcə olaraq bilməlisən ki, forma, görüntü olaraq bunu yadda saxlamalısan, testə düşəndə biləsən ki, ayaqlı təznis nümunəsidir. Bir də dodaq dəyməz təznisimiz var. Dodaq dəyməz təznisdə isə təznis nümunəsində MBP samitləri iştirak eləmir, dodaqlar dəymir. Çünki biz samitimizdə dodaqları axı birləşdiririk. Burada dodaqlar dəymir. Məsələn, səyyad dəryalarda alar cəngələ, həsrət çəkər çiskingələ, çəngələ, Əzrail sinəni çəkər çəngələ, qəssal qəss eləyər ay ağa. Görürsün, yəni ağzı açıq formada siz bunu hamısını oxuya bilərsiniz. Bu olacaq sənin üçün dodaq dəyməz, təznis və bu qafiyələr də cinas qafiyədir. Təznisin ən önəmli özəlliyidir cinas qafiyə. Belə, deməli, bir də qısa məzmun keçək. Qoşmanın məzmunca növləri 4-də oldu. Ustadnamə, qıfılbənd, vücudnamə və gözəlləmə. Formaca növü təznis oldu. Təznisin də növləri cığalı təznis oldu. Sonra ayaqlı təznis oldu. Bir də dodaq dəyməz təznis oldu. Bir də milli vəznimiz var, gəraylıdır. Gəraylı da eyni ilə qoşma şəklindədir. Bax, qoşmada necə olurdu? Qafiyə quruluşu A, B, C, B, D, D, B, Y, Y, B formasında. Gəraylıda da hər şey, yəni qafiyə quruluşu qoşma ilə eynidir.
Gəraylı'nın qoşmadan bir fərqi var ki, Gəraylı'da bir misrada hecaların sayı 11 yox 8 heca olur. Yəni əsas fərq budur və sən bir şeirdə 8 heca görəndə əksər halda Gəraylı götürə bilərsən. Məsələn, bir gözəl keçdi qarşıdan, sallandı, yana yeridi. Kirpi çıxardı, oğrun baxdı, od saldı, cana yeridi. Qafiyə sistemi qoşma ilə eynidir. Yəni qoşmanın qafiyəsində nə varsa, sonda müəllifin adının çəkilməsi, filan fəsməkan hamısı eynidir. Tək fərq misranın sayının 8 heca olmasıdır. Yəni 11 heca deyilsə Gəraylı deyəcəksən. Bir də bizim ədəbiyyatımızda Vaqif Gəraylı yazmayıb. Dastanlarımızda isə Dədə Qorqud istisna digər dastanlarımızda o işlənmiş şeirlər qoşma və Gəraylı janrında yazılmışdır. Yəni bu milli vəzinlərimiz oldu. 2 dənə oldu. Qoşma, Gəraylı, qoşmanın növlərini bildik. Yəni məzmunca növləri, formaca növləri. İndi isə keçirik sizinlə alınma janrlara. Alınma janrlar digər adı klassik janrlardır. Fars və ərəb ədəbiyyatından bizə gəlib keçmişdir. Və bu janrlar isə heca vəzində yox, əruz vəzində yazılır. Dilləri müəyyən qədər çətin olur, alınma sözlər orada çox işlənir. Və bizdə klassik ədəbiyyatda, yəni bu alınma janrlar, lirik növü janrları 3 formada yazılır. Bir beyt şəklində olan janrlarımızdır. Bunların sayı 4 dənədir. Yəni ikilik, 2 misradan ibarət olanlar. Qəzəl, qəsidə, gitə, məsnəvi. Yadda saxla, qəzəl, qəsidə, gitə, məsnəvi beyt şəklində yazılır. Sonra bənd şəklində yazılanlar var. Artıq orada 4, 5, 6, 7 misralıqlardır. Mürəbbədir, dörtlükdür, müxəmməs beşlikdir, təxmis də beşləmədir, müsəddəs altılıqdır. Bir də var dörtlük şəklində yazılanlar. Burada da dörtlük şəklində yazılanların bəndən fərqi nədir? Bənd şəklində yazılan bu şeirlərimizdə, məsələn, mürəbbədə 4-5 dənə bənd ola bilər. Amma dörtlük şəklində yazılanlarda isə şeir ümumiyyətlə bir bənddən ibarət olur, qısa olur. Məsələn, Rubai ilə Tuyuqdur da dörtlük şəklində yazılanlarımız. Mən bir Rubai yazsam, Rubai sadəcə olaraq 4 dənə misrala bir bənd olacaq, kiçik bir şeir olacaq. Yəni belə olsa, səhərdən axşama qədər 30 dənə bənd yazmışsınız, artıq 30 dənə ayrı Rubain var sənin. Tuyuq da həmçinin. İndi isə gəlin bunlara biz bir baxaq, onların xüsusiyyətlərindən bir nəzər yetirək. Mən bu xüsusiyyətləri yazmışam sizin üçün. Bunları əzbərləməlisiniz. Birinci qəzəldir. Qəzəli çox eşitmişsiniz artıq. Qəzəl klassik ədəbiyyatın şah janrıdır. Qəzəlin, ümumiyyətlə biz bir əsərin qəzəl olduğunu necə biləcək? Beyt, qafiyə quruluşundan. Qəzəlin ilk beyti AA, digər beytləri BA, SA, DA, YA formasında olur. Yəni belə deyək də, ilk beyti öz arasında qafiyələnir, digər beytlər isə, məsələn, BA formasında deyilmi? Digər hər beytin ikinci misrası birinci beytdəki qafiyə ilə eyni olur. Ona görə də biz deyirik AA, BA, SA, DA, YA. Yəni bütün ikinci misralar A-dır. Yəni birinci misramızla birinci beytimizlə eyni qafiyələnəcək. Qəzəlimiz daha çox məhəbbət mövzusunda yazılır. Son beytdə müəllifin adı çəkilir. Daha sonra isə yadda saxlayıb 5, 7, 10 beytdən ibarət ola bilər. Yəni çox da uzun olmur qəzəllərimiz. Ana dilində də ilk dəfə qəzəli bizdə Şeyx İzzəddin Həsənoğlu Orta dövr Azərbaycan ədəbiyyatında yazmışdır. Bunu yadda saxlayaq. Yəni bu özəllikləri əzbərləmək zorundasınız. Bir də qəzəldə beytlərin forması var. Mətlə, məqtə və şah beyt var. Yadda saxlayaq ki, bircə dəqiqə. Yadda saxlayaq ki, mətlə beyt ilk beytdir. Məqtə beyt son beytdir. Şah beyt isə məzmunca ən qüvvətli beytdir. Biz əsərin forma xüsusiyyətinə görə, yəni görüntüsünə görə biləcəyik. İlk beyt olacaq mətlə, sonuncunu götürəcək məqtə. Amma şah beyti əsərin formasına görə tapa bilməzsən. Şah beyt əsərin məzmununa görə ən qüvvətli, ən təsirli beyt hesab olunur və ola bilsin ki, o sənin 3-cü beytin ola bilər, 4-cü beyt ola bilər. Yəni şah beyti sən məzmuna görə tapırsan, mətlə məqtəni isə formaya görə tapırsan. Bunu da yadda saxlayaq, çox vacib məqamlardan biridir. Qəzəldən sonra gəlir bizdə qədim dövr Azərbaycan ədəbiyyatında ən çox istifadə olunan janr qəsidə janrı. Yəni intibah dövrünün şah janrı hesab olunur bu. Qəsidə janrı dəbdəbəli şeir janrıdır. Daha çox sarayda yaşayan şairlər, yəni saray şairləri bu janrdan çox istifadə edərdilər. Həcmi adətən çox olur. Yəni bir qəsidə 15 beytdən tutmuş 200 beytə qədər uzana bilər. Qəzəldən çox genişdir. Qafiyə quruluşu isə qəzəldəki ilə eynidir. Qəzəlin qafiyə quruluşu necə idi? Məsələn biz qəzəldə deyirdik ki, AA, sonra BA, SA, DA, YA formasındaydı. Elə qəsidədə də tam olaraq belə bir şeydir.
Sonra burada qəsidənin növləri var. Deməli, tövhid var. Qəsidə məsələn yazanda əgər tövhid formasında yazsam mən qəsidəni, tövhiddə daha çox Allahın təkliyindən danışacağam mən. Məsələn, biz bilirik ki, tövhid ümumiyyətlə Allahın təkliyi deməkdir onsuz da. Sonra minazat var. Minazatda Allaha yalvarış formasıdır. Məsələn, bunun tövhiddən fərqi nədir? Tövhiddə mənim toxunduğum mövzu Allahın təkliyidir. Amma minacatda isə mən Allaha yalvarıram. Yəni Allahdan bağışlanmaq istəyə bilərəm, dualarımı istəyə bilərəm. Yəni daha çox burada Allahın təkliyinə, birliyinə yox, daha sənin Allaha münasibətin əks olunur. Nət qəsdən o növüdür ki, burada peyğəmbəri tərif edirik. Sonuncu peyğəmbərimiz Allahın salamı olsun ona. Məthiyyədə hökmdarları tərif edirsən. Fəxriyyədə şair özünü tərif edir. Mərsiyədə isə müqəddəs şəxslərin haqqında, daha çox da imamların haqqında, imamlarımızın haqqında yazılmış qəsidə növüdür. Bunları əzbərləmək lazımdır. Məsələn, test sizə bir qəsidə verəcək. Orada peyğəmbər haqqında, yəni peyğəmbərimiz haqqında misralar olacaq. Yadda saxlayaq ki, biz ona nət deyəcəyik. Tamam mı? Yəni ona sən mütəffid minacət deyə bilməzsən. Yəni, bunu bilsəz, bir sıra testin öhdəsindən gələ bilərsiniz. Deməli, qəsidənin məzmun növlərini əzbərləyəndən sonra keçirik qitəyə. Qitə parça, hissə deməkdir. Qafiyə quruluşu qitənin qəzəl və qəsidədən fərqlidir. Bax, qəzəl və qəsidədə bizdə A-A, B-A, C-A, D-A idisə, qitədə isə, məsələn, görürük ki, qəzəl və qəsidədə ilk beyt öz aralarında qafiyələnir. Amma qitədə ilk beyt aralarında qafiyələnmir. Elə şeir belə başlayır. A, B, C, B, D, B, Y, B formasında. Yəni, qəzəl və qəsidənin ikinci beytindən sonraki formada qafiyələnir. Ona görə də qitə haqqında bilməli olduğunuz ən vacib məqam budur ki, qitədə qafiyələnmədə heç bir beyt öz arasında həm qafiyə olmur. Hər beyt bu formadadır. A, B, C, B, D, B, Y, B. Yəni, hər beytin qafiyələri fərqlidir öz aralarında. Və bir də qitədə son məndə müəllif adını çəkmir. Məsələn, qəzəldə çəkir, qəsidədə çəkir, amma qitədə ad çəkilmir. 2-10 beyt aralığında olur, qısa olur. Yəni, bunu yadda saxlayaq qitə haqqında. Yəni, belə edək də, qitənin iki əsas şərti var. Bildin ki, sən testlərindən keçə bilərsən. 1. Qafiyə quruluşunu əzbərlə. 2. də müəllifin adı çəkilmir sonda. Bunu əzbərlə. Yəni, bu çox böyük məlumatdır. Sənin çox yerdə işvə yarayacaq. Beyt formasına yazılan sonuncu şeir tərzimi isə Məsnəvidir. Məsnəvi bizim ən çox qarşımıza çıxan, poemalarda qarşımıza çıxan şeir formasıdır. Deməli, Məsnəvi ümumiyyətlə ikilik deməkdir. Qafiyə quruluşu isə hər beyt öz arasında qafiyələnir. Yəni, qitənin tam tərsidir. Məsələn, A, A, B, B, C, C, D, D, Y, Y. Məsələn, görə bilməzsən ki, bir beytin ikinci beytdə həm qafiyə olsun, eyni qafiyə olsun. Xeyr, hər beytin öz qafiyə, yəni hər beyt öz krallığını qurubdur öz arasında. Və bizim poemalarımızın, məsələn, əksəriyyəti Məsnəvi formasında yazılır. Məsələn, Nizami Gəncəvinin xəmsəsini 5 poemadan tutmuş, Füzulinin Leyli və Məcnununa qədər. Hamısı poema Məsnəvi formasındadır. Çünki poemalar niyə Məsnəvidə yazılır? Məsnəvi rahatdır çünki. Düşün ki, sən hər beyti öz arasını qafiyələndirirsənsə, mən ikinci beytə keçəndə tamam fərqli qafiyə quraram. Üçüncü beytə tamam fərqli bir sözlə qafiyə tutaram. Qafiyə də bol olduğu üçün mən rahatlıqla bir poemanı Məsnəvi formasında yaza bilərəm. Məsnəvi haqqında bunu bildikdən sonra gəlirik Rubaiyə. Rubai bizim dörtlüyümüzü demişdik ki, cəmi 4 misradan ibarət olur bir şeir. Yəni, Rubai yazılması belə olacaq. 1, 2, 3, 4. 4 dənə misra bitdi bu Rubai. Yəni, artıq şeirimi bitirmiş oluram. Qafiyə quruluşu A, A, B, A şəklindədir. Yadda saxlayaq bunu. Yəni, 1, 2, 4-cü misralar eyni qafiyə olur. 3-cü misramız fərqli qafiyədə işlənir. Bəzi rubaylar var ki, 4-ü də A olur. Yəni, 4-ü də eyni qafiyə ola bilər. Yəni, istisna olaraq bunu yadda saxlayaq. Rubai Həzəz bəhrində yazılır əruz vəzninin, yəni əruz vəzninə aiddir bunlar onsuz. Yəni, sən rubayını hezada yaza bilməzsən. Və ilk dəfə Rubaidən Qətran Təbrizi istifadə edib, ən məşhuru isə Məhsəti Gəncəvidir. Burada da çaşdırıcı məqam budur ki, hətta bəzən müəllimlər belə elə bilirlər ki, Rubaini ilk dəfə ilə Məhsəti Gəncəvi yazıb. Bu arada Gəncəvi sözü orada nətər balaca düşür, mənə hələ də çatmır. Deməli, yadda saxlayaq ki, ilk Rubaini Məhsəti Gəncəvi yazmayıb, Qətran Təbrizi yazıb. Sadəcə ən məşhur nümunələri Məhsəti Gəncəviyə aiddir. Ana dilində ilk dəfə Rubai yazan isə bizdə Qazi Bürhanəddin olub. Bu məlumatları əzbərin geçsin, xüsusən də qafiyə quruluşunu. Bir Rubaidən sonra növbəti dörtlüyümüz isə Tuyuqdur. İndi burada Tuyuqun Rubaidən fərqi nədir? Tuyuq da 4 misradan ibarətdir və bir bəndlik şeiridir. Bir bənd olur, sadəcə bu formada olur. Hətta qafiyə quruluşu da Rubai ilə eynidir. Yəni bu qafiyə quruluşu həm Rubaiyə aiddir, həm də Tuyuqa aiddir.
Amma Tuyuğun fərqi budur ki, Tuyuq türk dilli xalqlara aid bir şeir növüdür. Yəni türk xalqlarının şeir növüdür. Hətta belə deyək ki, sizə əruz vəznində yazılan yeganə milli şeir növüdür Tuyuq. Yəni əruz vəznində adətən alınma şeir növlərinə, janrlarına istifadə olunursa, Tuyuq sənin yeganə milli şeir janrında əruzda yazılan. Bu qaydanı əzbərin. Bir də məsələn rubai Həzəzdə yazılırsa, Tuyuq əruz vəznində Rəməl bəhrində yazılır. Yəni rubai Həzəz bəhrində, Tuyuq Rəməl bəhrində yazılır. İlk dəfə ədəbiyyatımıza Tuyuğu gətirəndə orta dövr şairlərimizdən Qazi Bürhanəddin olmuşdur. Klaviatura görə Bürhanəddin də balaca hərflə düşüb. Hə, bunu əzbərləyək. İlk dəfə gətirən kim olub? Qazi Bürhanəddin Rəməl bəhrindədir. Qafiyə quruluşu AABA formasındadır və türk dilli xalqlara məxsus şeir janrıdır. Belə, yəni bu qafiyə quruluşunda həm rubai, həm Tuyuq yazılır. Milli janrlardan da bayatı yazılır. Yəni sənə soruşulsa ki, test AABA formasında hansı janrlar yazıla bilər, deyəcəksən rubai, Tuyuq, millilərdən də bayatı yazılacaq. İndi Tuyuğu da biləndən sonra gələk bənd formasında olan şeir növlərinə. Bunlardan biri mürəbbədir. Mürəbbə sözünü mürəbbə sözü ilə yadda saxlaya bilərsən. Onsuz da elə şagirdlər olur ki, bilirsən hazırlıqda uşağa deyirsən, durum mürəbbini izah edir, mən mürəbbə falan cürdür falan deyirəm. Ay bala, mürəbbə yox, mürəbbə. İndi sən onu onsuz da mürəbbə kimi yadda saxlayırsan, mürəbbə kimi yadda saxlayırsan, necə edirsən sənin işindir. Amma mənə sənin onu qafiyə quruluşunu əzbərləməyin lazımdır. Mürəbbə dörtlük formasında yazılır. Qafiyə quruluşu isə, məsələn, bunu rubai və Tuyuqdan fərqləndirən şey nədir? Qafiyə quruluşu. İlk, məsələn, bəndin qafiyə quruluşu eyni olur. A. Amma növbəti bəndlərdə isə, məsələn, ikinci bəndində isə artıq fərqlənir. Məsələn, B fərqli qafiyədən istifadə elədim. Sonra bir dənə A yazacağam. Üçüncü bəndi təşkil etsəm DDA olacaq. Dördüncü bəndə FA olacaq. Yəni, hər növbəti bəndin son misrası ilk bəndlə qafiyələnməlidir. Şərt budur. Müxəmməs də elə mürəbbə kimidir, qafiyə quruluşu. Amma fərq budur ki, müxəmməs beşli deməkdir. Yəni, müxəmməsdə sən necə eləyəcəksən? Məsələn, mürəbbə dörtlükcə müxəmməsdə bir dənə misra əlavə olunacaq, 5 dənə A yazacaqsan. Yəni, 5-i də eyni qafiyələnəcək. Amma onun əgər ikinci bəndinə baxmaq istəsə, ikinci bəndi belə olacaq. 4 dənə B olacaq, bir dənə A olacaq. Sonra məsələn onun üçüncü bəndində 4, 5. Məsələn C, sonuncusu A olacaq. Yəni mürəbbə ilə oxşayırsanız bir dənə misra ora əlavə edirsən, 5 dənə edirsən misraların sayını. Qalan hər şey demək olar ki, mürəbbə ilə eyni olacaq. Bəs yaxşı. Müsəddəs nə deməkdir? Müsəddəs altılıq deməkdir. Elə mürəbbə müxəmməs kimidir bu da. Sadəcə fərq nədən ibarətdir? Məsələn, müsəddəsdə 1, 2, 3, 4, 5, 6 dənəmi qoydum da ilk bəndimə. Qafiyə quruluşu 2-də hamısında A olacaq. Yazdım A-larımı. Amma gəldim ikinci bəndimə 3, 4, 5, 6. İkinci bənddəsi sistem necədir? Sən 4 dənə B yazacaqsan. 2 dənə A yazacaqsan. Üçüncü bəndində də məsələn 4 dənə C yazacaqsan, 2 dənə A yazacaqsan. Yəni burada məsələn bəzi şagirdlər deyir ki, müəllim burada 4 dənə yox, 5 dənə B, bir dənə A yazacaq. O yanlışdır. Burada 7-lik də olsa sən 4 dənə B-dən o tərəfə keçə bilməzsən. Məsələn 7-lik olsaydı birdən 4 dənə B, 3 dənə A yazmaq zorunda qalacaqdın. Burada da həmçinin. Yəni bir tək bu sistemi yadda saxlayaq, qafiyə quruluşunu əzbərləyək. Yəni sənin testdə belə bir şey versə bu səhvdir. 4 dənə C-də qalırsan, 2 dənə A-vı birinci bəndə uyğun olaraq yazırsan. Belə. İndi isə son olaraq təxmisə baxaq. Təxmis beşləmə deməkdir. Müxəmməslə eyni şeydir, qafiyə quruluşu və s. Məsələn, A, məsələn 5 dənə A birinci bənddə olur, sonra 4 dənə B 1A, 4 dənə C 2A, 4 dənə F 1A, belə yadda saxlayırsan. Amma təxmisi müxəmməsdən fərqləndirən şey nədir? Təxmis adətən bir sənətkarın, başqa bir sənətkarın qəzəlinə yazdığı bir şeirdir. Və qəzələ necə şeir yaza bilərsən? Gəlin sizə praktik formada göstərim. Məsələn, Məhəmməd Füzuli Həbibiyə təxmis yazıb. Həbibinin bir qəzəli var. Məsələn, bu onun sonuncu beytidir. Məhəmməd Füzuli Həbibiyə ümumiyyətlə bu qəzəlin hər beytinə bir dənə təxmis nümunəsi yazır. Məsələn, ilk üçünü təxmisi kimə yazırsansa, ilk üçünü sən yazırsan. Məsələn, Füzuli yazıbsa, məsələn, Həbibiyə təxmis, ilk üç misrasını Füzuli öz məsələn, şeiri ilə yazır.
Son 2 misrası isə kimin qəzəlini yazmısansa, o qəzəldən nümunəni burada səsləndirirsən. Yəni son 2-ni isə kimin məsələn qəzəlinə təxmis yazılsa, onun həmin qəzəlindən gətirib qoyursan bura. İlk 3-ünü özündən yazırsan, son 2-ni isə kimin qəzəlinə yazmısansa, ondan yazıb qoyursan. Və sonuncu təxmisin sonuncu bəndində həm təxmisi yazan adamın adı çəkilməlidir, həm də kimin qəzəlinə təxmis yazıbsa, o son məsələn beytdə zaten o müəllifin öz adı çəkilir, onun adı burada yer alır. Yəni təxmis budur. Sənin kiminsə qəzəlinə yazdığın, əlavələr etdiyin şeir formasıdır. 5 misradan ibarət olur. İlk 3-ünü sən yazırsan, son 2-si də həmin adamın şeirindən verirsən, gedir. Bu da oldu sənin üçün təxmis. Belə. İndi yadda saxlayaq, bir ümumi məzmunla keçək. Bunlar izah elədiyimiz klassik ədəbiyyatın janrları oldu. Milli janrlarımız isə dediyimiz kimi qoşma gəraylı oldu. Yəni bunları siz götürüb əzbərləməlisiniz, sistemli şəkildə. Sonra qafiyə quruluşlarını əzbərləməlisiniz. Lirik növü yaxşı öyrənəndən sonra yolunuz açılır artıq. Həm milli vəzn janrları bilirsiniz, həm alınma janrları bilirsiniz. Sualınız olanda WhatsApp nömrəmiz qeyd olunub YouTube-da səhifənin açıqlamasında. Oradan yaza bilərsiniz, rəylərdən soruşa bilərsiniz. Videonu bəyənməyi, növbəti videolara keçib baxıb öyrənməyi yaddan çıxartmayaq. Kanala abunə olmağı yaddan çıxartmayaq. Növbəti çəkilişlərdə görüşənə dək. Mən nələr verməzdim onun üzünü görmək üçün. Sənsə vermədin, amma xoşum